Və bunun üzərinə biz artıq Manna dövlətindən danışa bilərik. Eramızdan əvvəl 9-cu əsrində adını çəkdiyimiz Subarq, Kuti, Lulubi, Su tayfalarının varisi kimi Manna dövləti qurulur. Tarixçilər Mannaların əvvəl bir boy olduğunu, daha sonra bir ittifaq, daha sonra bir dövlətə çevrildiyini qeyd edir. Yaxşı, Manna nə deməkdir? Manna sözünü bəziləri türk dilində olan şəxs əvəzliyi ilə əlaqələndirir, bəziləri onun türk dilində qoyun mənasına gələn kök ilə əlaqələndirir. Mən isə bu mən sözünün türk dilində olan min rəqəm mənasına gələn söz kökü ilə eyni olduğunu qeyd edirəm. Xatırladım ki, biz yalnız günümüzdə min sözünü yalnız rəqəm kimi işlədirik. Min sözü qədim türk dilində həm rəqəm, həm çoxluq, həm əbədiyyət, güc mənasına gəlirdi. Və türk dilində olan məngü sözü ki var, əbədi, həmin o məngü sözü də yenə min sözündə n-nın nıqlaşması ilə yaranmış sözdür. Və biz Çingiz xanın, Batu xanın nəvəsi, Toylu xanın oğlunun Məngü Teymur olaraq adlandığını görürük. Məngü nədir? Buradakı həmin min, əbədi, güc mənasına gələn söz olduğunu görürük. Və həmin bəyin adı 13-cü əsrdə yaşamış bir bəydir. Adı Məngü Teymurdur. Yəni, demək ki, həmin Məngü ilə Manna sözü eyni sözdür və əbədi, birlik, güc mənasına gələn söz olmuşdur. Və biz Manna dövlətinin rəhbər adlarına baxası olsaq, görürük ki, demək burada İranzu, Aza, Ulus, Aser və Uali adlı adlar olduğunu görürük. Və qeyd edim ki, o dövrün əlifbası və ya mixi yazısı fərqli mənbələrdə fərqlidir. Günümüz əlifbasına uyğun deyildi. Və bu səbəbdən də həmin adlar zaman-zaman fonetik olaraq fərqli yazılırdı. Zaman-zaman isə onu qeydə alan öz dilinə çevirərək öz dilindəki mənalarla qarşılığını verməyə çalışırdı. Və təsəvvür edin, Azərbaycan dilində adları hətta günümüzün müasir rus əlifbası ilə yazaq, müasir ingilis əlifbası ilə yazaq. Bir Rəşad sözünü, məsəl üçün, rus dilində yazın görüm nə qədər doğru yazılacaq və ingilis dilində doğru yazılacaq. Və indi düşünün ki, eramızdan əvvəl demək 3000 il təxminən bundan əvvəl həmin Manna hökmdarlarının adı Asur mixi yazılarında keçir və o nə qədər fonetik olaraq dürüst olmalıydı. Və İranzu demək eramızdan əvvəl 740-719-cu illərdə hökmdar olmuşdu və onun adı əslində İranzu olan ad Hərən olaraq düşünməliyik. Və növbəti xanın adı Azadır. Bu Aza bizim dilimizdə şad, uca və ya üst olan söz kökü ilə bağlıdır. Biz bu günü dilimizdə üst və ya yuxarı sözünü sadəcə olaraq sıradan bir söz kimi istifadə edirik. Üst və ya üst sözü ilk dildə, ilk əvvəl 5-dən artığı mənasında as mənasına gəlib, daha sonra 99-dan artığı mənasında as mənasına gəlib və həmçinin biz üst sözündən şad sözünü formalaşdırmışıq və usta sözünü formalaşdırmışıq. Şad sözünü şahzadə mənasında türk dilinə aid olduğunu dilçilər qəbul etsə də, çox təəssüf ki, usta sözünü fars dilinə aid edir. Əslində usta sözü nədir? Üst. Yəni bir şeyin üstü, artıq üst mərhələsində, hər şey bilən bir mənasında olan addır. Yəni dolayısıyla demək Manna şahı Aza əslində üst, şad mənasında sözdən başqa bir şey deyil. Növbəti hökmdarın adı Uali kimi yazılıb. Bu əslində artıq adını çəkdiyim Lulubi tayfasında da olan lələ sözündən başqa bir şey deyil. Növbəti hökmdar demək eramızdan əvvəl 716-680-ci illərdə hökmdarlıq sürüb, onun adını Aşer kimi qeyd edirlər. Bu əslində ağa və sar sözünün kökünün birləşməsindən formalaşmış bir addır. Biz bunun bənzərini Midiya dövründə də Kiaksarda görəcəyik. Kiaksar əslində qağa, xaqan və sar sözü ilə əlaqədardır. Sar sözü Hami-Sami dillərində hökmdar mənasına gələn bir sözdür. Bu sar sözünün kökündən demək Misirdə tanrıçı olan Osiris günəşi təmsil edir. Dilimizdə sarı sözü var, rəngi təmsil edir və həmçinin bu hökmdar mənasına gəlir. İndi bu Midiya dönəmində türklərdə də eyni ilə hökmdar mənasında mı işlənib, yoxsa artıq Misir kültüründən və ya Hami-Sami ərəb kültüründən mi gəlib?
Necə indi biz deyirik şahlar şahı, xanlar xanı. Bax o dövrdə də eyni məntiqin davamı kimi ağa və sar sözünü birləşdirir və ağasar sözünü formalaşdırır. Daha sonra da biz onu qeyd etdiyim Midiya dövründə kiaksar, yəni qağa və sar sözünü birləşdirib kiaksar kimi qarşımıza çıxdığını görəcəyik. Və eyni ilə sonuncu şahda yenə Uali ikinci kimi qeyd olunur ki, bu da yenə artıq qeyd etdiyim kimi Lələ adından başqa bir şey deyil. Və Manna dövləti haqqında dediklərimizin üstünə bunu qeyd edeyim ki, Manna dönəminin sonunda Mada tayfaları artıq vardı və bunlar arasında qarşı durmalar var idi və daha sonra Manna ilə Asurlar və Babil ilə Midiya dövləti birlik ittifaq quraraq vuruşur və nəticədə bu Madlar ilə Babillərin qələbəsi ilə yekunlaşır. Yəni dolayısıyla Manna dövlətinin süqutu Mad dövləti ilə bağlıdır. Yəni Manna dövlətinin üstündə Mada dövləti qurulacaq. Yaxşı, Mada sözü necə formalaşıb? Dilçilər, tarixçilər iddia edir ki, Mada sözü ola bilsin ki, İran dilində olan orta sözündəndir və orta ərazidə olan bir dövlət mənasında ola bilsin ki, Mada sözü deyilibdir. Bu İngilis dilində olan middle sözü ilə eyni kökdür. Lakin Mada sözü necə formalaşıb? Türklər demək lider, qurtarıcı mənasında ma və ata sözünün birləşməsindən ma-ata sözünü formalaşdırıb onun tərs kombinasiyası kimi ata-man sözünü qeyd etmişdir. Demək ki, ma-ata və onun tərs kombinasiyası ataman. Və biz mata sözünü həm eramızdan əvvəl 7-ci əsrdə Midiya, Mada dövlətinin adı kimi görürük. Həmçinin daha sonra Hun rəhbərinə Mada deyildiyini görürük. Və Çin yazılarından da bəlli ki, burada ona verilən Mada daha sonra verilib. Yəni o, demək Hun ittifaqını qurur, bundan sonra ona Mətə deyilib. Yəni dolayısıyla Midiyada olan Mada sözü və Hunlarda olan Mətə sözü, Mətəxan sözü eyni sözdür və ma-ata, mənlik olan mə ilə ata sözünün birləşməsindən mənlikli ata, günümüz mənasında rəhbər, qurtarıcı mənasına gələn sözdür. Və həmin ma-ata sözünün tərs kombinasiyası bizim qarşımıza ataman kimi çıxır və həmin ataman sözü Qazaxlarda hələ də rəhbar mənasında, başçı mənasında işlənir. Azərbaycan dialektində ataman sözü hələ də var. Tutaq birinə deyirsən, atamanlıq edirsən və həmçinin Mətənin atasının adı da o bəzən deyirlər Teoman xan, Tuman xan. Əslində nədir? Həmin ataman sözündən başqası deyil. Və həmçinin Osmanlını quran Osman xan ki deyirik biz, ağız alışqanlığıdır. Əslində onun adı Osman yox, Otomandır. Gəlin fikir verək. Demək, Osmanın atasının adı Ertuğruldur. Ertuğrulun atasının adı Gündüz xandır. Necə olur ki, fikir verin. Demək, Gündüz Alp, onun oğlu Ertuğrul bəy, onun oğlu Osman Qazi, onun oğlu Orxan Qazi. Yəni, fikir verin, ardıcıllığa baxdıqda görürsən ki, ortada hələ İslami ad yoxdur. Necə olur ki, demək, Gündüz Alp, Ertuğrul bəy, Osman Qazi, Orxan Qazi. Əslində buradakı Osman Otomandır. Hansı ki, ingilislər də onu Otoman olaraq yazır. Səbəb nədir ki, onu Osman kimi oxuyurlar? Çünki ərəb dilində B, T, S yuxarıya baxan S formasındadır, nöqtə ilə ayrılır. Yəni, dolayısıyla ərəb dilində B, T, S səsləri eynidir. Və bu səbəbdən də daha sonra biz Otoman bəyi İslamın səbəblərdən Osman kimi oxumaq bizə xoş gəlib. Yəni, demək ki, dolayısıyla Mata, Mətə, onun tərs kombinasiyası kimi Ataman, Teoman və Otoman Osman bəyin adının olduğunu görürük. Yaxşı, bu arada qeyd edək ki, bəs nə baş verdi ki, eramızdan əvvəl 9-cu əsrdə biz gördük ki, demək, 3-cü minillikdə Subar bəyliyi var, daha sonra o dağılır. Dağıldıqdan sonra Subar bəyliyindən Kuti bəyliyi, daha sonra Kuti, Lulubi, Turuq bəylikləri yaranır və bu ərazilər artıq qeyd etdiyimiz kimi proto-Hami Samilərin gəlişi, eyni ilə proto-Avropalıların gəlişi, eyni ilə eramızdan əvvəl 8-ci yüzildə gələn Aryanların Barslarla qarışmasından Pars boylarının gəlməsi türkləri mərkəzə doğru Urmiya gölü, Göyçə gölü ətrafına çəkilməyə məcbur edir və buradan şərqə, qərbə köç etdirir. Bəs nə baş verdi ki, birdən bu bəyliklər dağılır, türklər seyrəlləşir,
amma birdən eramızdan əvvəl 9-cu, 8-ci əsrdə türklər yenidən dövlət qura bilir. Səbəb budur ki, demək bu ərazidən Qara dəniz ətrafına gedən Sak və Kimir türkləri eramızdan əvvəl 8-ci əsrdə yenidən günümüz Azərbaycan və Cənubi Azərbaycan ərazisinə gəlir. Və Sak, Kimir və adını çəkdiyimiz Manna Midia dövlətinin ətrafında yaşayan türklər yenidən bu birləşmədən, yəni iç türklərlə dış türklərin yenidən birləşməsindən canlanır. Və bu səbəbdən də onlar vahid, mərkəzləşmiş Manna dövlətini qurur, daha sonra isə Midia dövlətini qurur. Baxdıqda görürük ki, həmin Kimmer saklar zaman-zaman özləri ilə vuruşur, zaman-zaman həmin saklar Madlara kömək eləyir, lakin bəzən saklara kömək edir. Və Kiaksar şahın zamanında Kiaksar şah, Midia şahı Kiaksar şah, indi qarşıda danışacağım kimdir o, Kiaksar şah bütün Sak bəylərini qonaq çağırır və onları zəhərləyərək öldürür. Və bundan sonra Sak ittifaqı dağılır və bunun üzərinə Kiaksar şah və onun oğlu Asyak şah dönəmində Midia öz ən güclü dövrünü yaşayır. Lakin bundan sonra əraziyə gəlmiş artıq mələz topluluq olan farsların əlində aciz qalır və Əmənilər sülaləsi tərəfindən də süquta uğradılacaq ki, indi qarşıda onun haqqında da danışacağım. Və biz tarixə baxdıqda görürük ki, demək 1-ci Dara, Əhəməni şahı 1-ci Dara Bistun dağlarında böyük bir rəsm çəkdirir və onun yanına öz qələbəsini yazır. Və o bu qələbəsində demək perslərin Madalara qələbəsindən danışır. Niyə? Nə baş vermişdi ki, 1-ci Dara bax sevinclə bütün dünya elan etmək istəyirdi ki, biz sütun yazıtlarında mən Madalara qələbə çaldım. Hansı ki, bu qələbəni daha sonra Firdovsi öz şahnaməsində İran-Turan davası kimi yazacaqdı. Və biz bunu anlamaq üçün ilk əvvəl Subarları yenidən xatırlamalıyıq. Hansı Subarlar eramızdan əvvəl 3-cü minlikdə bir bəylik kimi vardı. Onun alt şəmsiyəsində olan, onun dağılmasından sonra biz Kuti, Lulubi, Turukki, Su tayfa birliklərinin yarandığını gördük. Bunlar daha sonra əraziyə gələn Proto-Hami Sami, Proto-Hind-Avropa xalqlarının təsiri ilə, Proto-Qafqaz dilli xalqların təsiri ilə zəiflədi. Lakin eramızdan əvvəl 9-cu, 8-ci yüzildə Kimmer sakların bu əraziyə gəlməsi ilə onlar yenidən gücləndi və Manna və Midia dövlətini qurdu. Lakin bu dönəmdə Asurlar demək eramızdan əvvəl 7-ci əsrdə Proto-Azərbaycanlıları, Proto-Türk xalqlarını, Azərbaycanda yaşayan türkləri dəfələrlə məğlub edərək pərən-pərən salır. Onları fərqli ərazilərə sürgün edir. Və Asurlar eramızdan əvvəl 721-ci ildə Yahudi dövlətini məğlub edir və nəticədə orada olan 30 mindən çox Yahudini günümüz Azərbaycan ərazisinə sürgün etdirir. Hansı ki, həmin o Yahudilər daha sonra Dağ Cuhudu olaraq xatırlanır və günümüzdə də Azərbaycanda bir hissəsi yaşamaqdadır. Və eyni ilə eramızdan əvvəl 673-cü ildə Asurlar Subarlara qələbə qazandıqdan sonra Subar şəhərlərini darmadağın edir və bu ərazilərə Hayların bir hissəsini köç etdirir. Fələstin ərazisində yaşayan Hayların bir hissəsini Göyçə gölünə doğru gəlişi bu zamandadır. Və biz artıq qeyd etdiyim kimi Asur sənədlərində görürük ki, eramızdan əvvəl 738-ci ildə Azərbaycan boyları, Proto-Türk boyları darmadağın edilir və bunlar içində biz Kutu, Lulubi, Zəngi, Nakabi, Budi kimi boy adlarının olduğunu görürük. Və demək ki, Türk boylarını bu ərazidən Asur və Urartu dönəmində məğlub olur, onları deportasiya edirlər. Asurlar bu əraziyə qismən Hayları gətirir, Yahudiləri gətirir. Urartularsa öz Proto-Qafqaz dilli xalqlarını bu ərazilərə gətirmişdi. Lakin bu seyrələşmənin qarşısı nə zaman alındı? Demək, Qara dənizdən günümüz Azərbaycan ərazisinə gələn Sak Kimerlərlə bu seyrələşmənin qarşısı alındı. Türk varlığı yenidən yaşamağa başladı. Lakin Madalara kömək edən Sak türkləri daha sonra Asurlarla ittifaq qurdu. Və elə bu səbəbdən də demək 616-cı ilə biz baxanda görürük ki, Mada hökmdarı Kiaksar şah Babil hökmdarı ilə müqavilə bağlayır, ittifaq bağlayır və Asurlar isə demək Manna dövləti ilə ittifaq bağlayır və
vuruşurlar və bu vuruşda eramızdan əvvəl 615-612-ci ildə Madda və Babil ordusu qələbə qazanır. Nəticədə Asur dövləti tarixdən silinir və Manna dövləti süquta uğrayır. Yenində Madda dövləti artıq mərkəzi böyük dövlətə çevrilir. Lakin bu Madda dövləti də artıq qeyd etdiyim kimi saklarla zaman-zaman dostluq münasibətində olur, zaman-zaman düşmənçilik münasibətində olur. Hansı ki bu düşmənçiliyi daha sonra Kiaksar Sak bəylərini çağıraraq qonaqlığa çağırır, hamısını zəhərləyir. Bu formada qələbə qazanır. Yaxşı, Maddalılar kimdir? İran dilli xalqdırmı? Qeybullayev yazır ki, Maddalılar əvvəlcə türk mənşəli bir boy idi, daha sonra tayfa ittifaqı qurdu və daha sonra isə onlar mərkəzi bir dövlət qurdu. Herodot Maddalılardan danışarkən qeyd edir ki, onların ilk rəhbəri Deokdur. O pərən-pərən olan Maddalıları bir yerə toplayaraq bir dövlət qurdu. İndi qarşıda görəcəyik ki, o Deok da kimdir? Və Madda və farslara toxunan Könk deyir ki, buradakı çəkişmələr, yəni Madda ilə farslar arasında olan çəkişmə milli etnik ziddiyyətdən baş vermiş bir savaş idi və yerli bəylər, yəni Maddalılar ilə gəlmə olan farslar arasında olan bir savaş idi. İndi Madda da farsdırsa, fars da farsdırsa, yerli kimdir, gəlmə kimdir? Demək ki, buradan aydın olur ki, yerli bəylər, Maddalılar türkdür, farslar isə gəlmədir. Və bu məsələlərə toxunan Lev Gumilyov və buna bənzər digər tarixçilər qeyd edir ki, bu əslində bir dini inancla bağlı olan mübarizə idi. Bu yerli inanc ilə gəlmə inanc arasında baş verən bir mübarizə idi. Yəni özət olaraq bu nədir? Demək türklərin tanrıçılıq inancı, maq inancı ilə farsların ateşpərəstlik inancı arasında, otpərəstlik arasında baş verən bir müharibə, savaş idi. Hansı ki, Əhəmənilər dönəmində onlar öz otpərəstlik inancını yaymağa çalışacaqdı. Əsl zərdüştlüyü saxtalaşdırıb fars zərdüştlüyünə çevirməyə çalışacaqdı. Təsəvvür edin. Bu hadisələr eramızdan əvvəl 600-cü, 500-cü illər arasında baş verir. 1000 il sonra belə, Sasanilər dönəmində belə Sasanilər öz otpərəstlik inancını Azərbaycan türklərinə, günümüz Azərbaycan, Cənubi və Şimali Azərbaycan, yəni adı ilə Atropatena və Albaniya dövlətindəki olan türklərə təsir etdirə bilməmişdi, o inanca bağlaya bilməmişdi. Albanlar bunun üzərinə xristiyan olmuşdu. Cənubi Azərbaycanda Atropatena, Asurbodun dövlətində yaşayanlar isə tanrıçılıq inancını davam etdirirdi. Yaxşı, nə baş verdi? Nə baş verdiyini anlamaq üçün biz baxmalıyıq Madda dövlətinin hakimiyyətində olan şahların adına. Eramızdan əvvəl 7-ci əsr 675-ci illər arasında Deok hakimiyyətdə olur. Daha sonra Faraord eramızdan əvvəl 675-653-cü illər arasında hakimiyyətdə olur. Ortada bir 30 illik Sak dönəmi var və bundan sonra Kiaksar hakimiyyətə gəlir. Eramızdan əvvəl 625, eramızdan əvvəl 585-ci illər və sonuncu şah da Kiaksarın oğlu Astiaq dönəmidir. Eramızdan əvvəl 585, eramızdan əvvəl 550-ci illər. Və bundan sonra Astiaqın qız nəvəsi 2-ci Kir hakimiyyətə gəlir və bundan sonra Əhəməni sülaləsi Türk Madda sülaləsini əvəzləyəcək. İndi bax burada nə baş verdi? Və yenə deyirəm, 1-ci Dara niyə sevinərək farsların Madda üzərində qələbəsini göstərirdi? Gəlin ilk əvvəl bax adların təhlilinə baxaq. Deok sözü türk dilində toy ağası deməkdir. Toy sözü günümüzdə yalnız toy düyün mənasında, şənlik mənasında istifadə olunur. Əslində qədim türk dilində toy sözü tikmək, takım sözünün kökü ilə eyni kökdür və birlik, qurultay mənasına gəlir. Və Dədə Qorqud dastanında da məsəl üçün deyir ki, bəylər yığışdı, toy etdi. Buradakı toy nədir? Qurultaydan söhbət gedir. Burada gördüyümüz kimi hər hansısa bəylə gəlinin evlənməsindən söhbət getmir. Və toy ağası Deok əslində səs ilə, səs çoxluğu ilə seçilmiş ağa deməkdir. Bax fikir verin, Herodot nə deyirdi? Deyirdi ki, Deok pərən-pərən olan Madda bəylərini bir yerə topladı. Mən iç Oğuz, dış Oğuz söyləşisində qeyd etmişdim ki, demək, köçarı olan türklərin bir üstünlüyü var idi. Bu üstünlük nə idi? Türklər bir düşməndən daim qaçırdı və bütün türk boyları, o köçarı olan türk boyları, demək, köçarı olduğundan burada yalnız könüllü şəklində ittifaqlar qurulurdu. Bu ittifaqlara da toy birliyi deyilirdi. Yəni, sən
şəhər salmış birini gəlib zəbt edərək özünə tabe edə bilərsən. Lakin köçarı olan, çoxlu sayda ilxıları olan birini özünə tabe edə bilməzsən. Bu tayfalar yalnız öz xoşu ilə birlik olurdu. Niyə? Daha güclü dövlətlərə qarşı güc gələ bilsin. Fərz edək ki, bir boyun 5000 çadırı var, 10-20 boy birləşdikdə daha böyük bir ittifaq olurdu. Və bunlar könüllü şəklində birlik qururdu. Feridun Cəlilov buna ilk hərbi demokratiya adını vermişdi. Yəni türklər demək ki, köçəri türklər ilk hərbi demokratik dövləti, yəni səs çoxluğu ilə birliyi qurmuşdu. Və bu səbəbdən də buna toy ağası, yəni qurultay ağası, səs çoxluğu ilə seçilmiş ağa deyilirdi. Və biz deyok sözünün bənzərini Sakların ilk atasının adında görürük. Herodot Sakların ilk atasının ya Herakl və digər rəvayətə görə isə Targitat kimi ifadə olunduğunu görürük. Herakl sözü bizim bildiyimiz Koroğlu sözündən başqa bir şey deyil. Koroğlu sözü haqqında çox danışmışam. Qısaca bunu deyim ki, qor sözü türk dilində günəş mənasına gəlir və həmçinin qor kültürü rəhbər, hakimiyyət mənasına gələn bir kök olmuşdu. İndi Avropa dillərində olan kral, korona sözü və bizim dilimizdə olan Dədə Qorqud və Koroğlu sözü rəhbərliyi, hərbi rəhbərliyi, inanc rəhbərliyini bildirən adlar olmuşdu. Herakl və Koroğlu sözü Saklarda onların atalarının adı kimi qarşımıza çıxır. Lakin başqa bir rəvayətə görəsə, demək Sakların atası Targitaydı. Targitay da əslində türk və tay sözündən başqa bir şey deyil. Yəni tay artıq dediyim kimi toy sözüdür, seçim deməkdir, birlik deməkdir və türk tay yəni seçilmiş türk deməkdir. Targitay demək nə imiş? Seçilmiş türk deməkmiş. Və biz Midiya şahının növbətçisinin adının Pirivart kimi yazıldığını görürük. Dilçilər bunu ola bilsin ki, İran dilində olan Farabit, yəni seçilmiş müqəddəs mənasına gəldiyini qeyd edir. Mənsə bu sözü pir və baş sözlərinin birləşməsindən daha sonra son sının rıtı keçidi ilə Privat kimi fars dilində yazıldığını göstərirəm. Və növbəti şah Kiaksardır. Kiaksar qağa və sar sözünün birləşməsindəndir. Qağa sözü günümüz Azərbaycan dialektlərində ata mənasına gəlir. Türk dillərində qağa, xaqan, hakan sözü rəhbər, hərbi rəhbər mənasına gəlir. Sar sözü artıq qeyd etdiyim kimi Hami Sami dillərində kral mənasına gəlir və türk dillərində də biz bunun həm Manna, həm Kiaksarda xanın yanına növbəti xan mənasında birləşdiyini görürük. Necə ki günümüzdə xanlar xanı, şahlar şahı deyiriksə, eyni məntiqin davamı kimi də demək biz Midiyada Kiaksar, Mannada isə Ağasar sözünün olduğunu görürük. Və Kiaksarın oğlu Astyak olaraq qarşımıza çıxır və ilk baxışdan düşünürsən ki, Astyak nə ola bilər? Əslində Astyak isə üst ağa deməkdir. Artıq mən üst sözü haqqında danışdım. Türk dillərində, Orta Asiya türklərində şad, rəhbər, şahzadə mənasına gəlir. Usta sözünün köküdür və eyni ilə ağa sözü də artıq bildiyimiz kimi günümüzdə hələ də işlək olan bir sözdür və üst ağa mənasına gəlir. Və biz beləliklə Midiya Mada sözünün Maata sözündən rəhbər mənasına gəldiyini gördük. Demək ki, ilk dəfə o madaları hansısa bir maata, mətə birləşdirmişdi və onun şərəfinə onlar mada boyları adlanmışdı. Daha sonra onun bizə dövlət qurduqda olan deyok sözündə toy ağası, Pirivart sözünün pirbaşı, Kiaksarın qağa sar sözü, Astyakın isə üst ağa kimi olduğunu görürük. Və bu arada qeyd edim ki, o deyok sözü ki var, toy ağası dediyim söz, həmçinin Səlcuq bəyin atasının adıdır. Biz Səlcuq bəyə baxdıqda görürük ki, onun atasının adı Dükak bəydir. Dükak nədir? Demək ki, buradakı Dükak da yenə toy və ağa sözünün birləşməsidir. Toy sözü bəzi türk dillərində kinin yılaşması ilə toy, bəzilərində isə tok olaraq deyilir. Əslində bu arada toy və dügün sözü ki var, eyni sözdür və toy düyün dedikdə əslində hər iki sözü eyni kökdür. Bax fikir verin. Toy ağası Midiyada ilk rəhbər kimi qarşımıza çıxır və həmçinin Səlcuqluların ilk rəhbəri kimi çıxır. Və bu arada deyim ki, deyok sözü zaman-zaman fərqli coğrafiyalarda, türklərdə bir rütbə kimi və ya seçilmiş ağa mənasında işlənmiş söz olmuşdur. Və gələk ən son hissəyə, üzr istəyirəm, çox uzun oldu. Amma məcburam bunu bu cür ardıcıllıqla danışım. Yenidən qayıdaq. Nə baş verdi ki, birinci Dara Farsların
Mada üzərində qələbəsini sevinclə Bistun qayasında rəsm etdirərək 3 dildə yazdırmışdı. Biz tarixə baxdıqda görürük ki, artıq qeyd etdiyim kimi Kiaksar Sak bəylərini qonaqlığa çağırır, onları zəhərləyərək öldürür və bundan sonra Kiaksar o coğrafyanın ən güclü dövlətinə çevrilmiş olur. Və Kiaksardan sonra onun oğlu hakimiyyətə gəlir, Astiaq. Və Astiaqın qız nəvəsi 2-ci Kir daha sonra hakimiyyətə gəlir. Biz Herodota baxdıqda görürük ki, Astiaq 2-ci Kirə qarşı mübarizə aparmışdı, savaş baş vermişdi və daha sonra 2-ci Kir qələbə qazanmışdı. Bu qələbənin sonunda Astiaq o sarayda yaşamışdı və ölmüşdü. Və Herodotun yazdıqlarından biz müəyyənləşdiririk ki, eramızdan əvvəl 553-cü ildə Kiaksarın baş sərkərdəsi Harpak 2-ci Kiri, yəni Kiaksarın qız nəvəsini təhrik edir ki, hakimiyyətə gəlsin və nəticədə 2-ci Kir, Böyük Kir qələbə qazanır. Və Herodot yazdığa görə güya ki, Astiaq yuxuda görür ki, onun hakimiyyətini onun qız nəvəsi əlindən alacaq və maqlarla məsləhətləşir ki, mən nə etməliyəm? Maqlar da deyir, onda sən gəl bunu türk olmayan, mad olmayan birinə ver ki, o hakimiyyətə gələ bilməsiniz. Bildiyiniz kimi türk törəsində nədir? Türk olmayan, yarı türk soyu hakimiyyətə gələ bilməz. Və bu səbəbdən də Astiaq öz qızını Pars, artıq yeni mələz xalqın nümayəndəsi Kampizə verir. Və Kampisdən Kir dünyaya gəlir. Lakin bundan sonra güya Astiaq yenə yuxu görür və yenidən bu zaman o baş sərkərdəsi Harpaqa əmr edir ki, apar mənim nəvəmi öldür. Lakin Harpak onun nəvəsini öldürmür, aparır bir çobana verir və bu hadisədən daha sonra xəbər tutan Astiaq nəvəsini geri gətirir və öz sarayında böyüdür. Lakin rəvayət bu, o Harpaqın oğlunu öldürtdürür və onun ətindən kabab etdirərək xəbəri olmayan Harpaqa yedizdirir. Və təbii ki, şaha heç nə edə bilməyən Harpak bunun qisasını Kiri hakimiyyətə gətirməklə güya ki almışdı. Yaxşı, burada sual oluna bilər ki, Astiaq nəvəsini öldürtmək istəyirdisə, niyə sonradan onu sarayına gətirib yaşatdı? Savaş olduqdan sonra, niyə 2-ci Kir qələbə qazandıqdan sonra Astiaqı öldürməyib ölənə kimi, öz əcəli ilə ölənə kimi sarayda yaşatdı? Və indi bunu anlamaq üçün biz Kir və Kampis adlarına baxmalıyıq. Demək, 2-ci Kir, Böyük Kirin atasının adı Kampisdir və onun oğlu 2-ci Kirin adı isə Kirdir. Yəni Astiaqın vaxtında ona Kir adı verilibdir. Mən artıq söyləşinin əvvəlində qeyd etdim ki, türklərdə bir qor kültürü olmuşdu və bu qor kültüründən Qor oğlu və Dədə Qorqud inancı formalaşmışdı. Və buradakı qor sözü günəş sözü ilə eyni kök olub və həmçinin hakimiyyəti təmsil edən bir titul olmuşdu. Dolayısıyla Dədə Qorqud, yəni müqəddəs qor, müqəddəs günəş, müqəddəs hakimiyyət mənasına gələn bu söz Dədə sözü ilə Ağsaqqallar Şurasının ən üst titulunu ifadə edirdisə, Kör oğlu, Qor oğlu isə həmin rütbənin demək hərbi rütbəsini ifadə edən söz olmuşdu. Biz tarixdə fərqli Koroğlu dastanlarının olduğunu bilirik. Sadəcə olaraq biz bu fərqli dastanların fərqli türk boylarında, fərqli regionlarda öz çağına uyğun yenidən modifikasiya edərək yazdığını görürük və sonuncu Koroğlu dastanı da Azərbaycanda gəlir. Türkmənləri, Qızılbaş türkmənlərini qıran Osmanlı sultanı və paşalarına qarşı vuruşan igidə Koroğlu deyilir və bu Koroğlu sonuncu versiyası 16-cı əsrdə köhnə dastanın üstünə yazılmışdı. Bütün bunları deməkdə məqsədim nədir? Demək ki, həmin qor sözünü Astiaqın vaxtında Kampis öz oğluna verərək türk inancını, kültürünü yaşatdığı Astiaq şaha göstərməyə çalışırdı. Yaxşı, Kampis sözü özü nə deməkdir? Dilçilər iddia edir ki, Kam sözü Fars dilində arzu deməkdir. Qama çatdım deyirsəni. Bu Fars dilinə aid edilir və buradakı Kampis sözünün də demək Kam hissəsinin arzu, Pis hissəsinin isə hər hansısa qeyri-müəyyən bir şəkilçi olduğunu düşünürlər. Lakin biz tarixə baxdıqda
baş sözünün türk dilində rəhbər titul mənasına gələn bir çox adlı olduğunu görürük. Məsəl üçün onbaşı, yüzbaşı, minbaşı, elbaşı, elbaşının tərs kombinasiyası olan Basil Yunanlarda qarşımıza çıxır. Bu haqda Firidun Cəlilov geniş formada yazıb və eyni ilə Firidun Cəlilov hay ermənilərdən danışarkən göstərir ki, demək haylar bir türk məbədini özlərinə məbəd kimi qəbul etdi və mətndən məlum olur ki, burada məbədin başçısı Basqamdır. O Basqamı Firidun Cəlilov göstərir ki, buradakı Basqam əslində başqam deməkdir. İndi fikir verin, elbaşı, Basil və eyni ilə başqam və onun tərsi olan Kambis, Kambaş. O Kambaşı biz sadəcə olaraq bilərəkdən və ya bilməyərəkdən Kambis kimi göstərmişdilər. Yəni demək ki, nə baş verdi? Mən qeyd etdim ki, Hind-Avropalıların bir hissəsi Xəzər və Aral gölünün arasından üzü aşağı gəlmiş, günümüz Əfqanistan ərazisində iki hissəyə ayrılır. Bir hissə Hindistana gedir, növbəti bir hissə isə Əmarəsinə gəlir və burada Bars türkləri ilə rastlaşır. Bu bizim eramızdan əvvəl 8-ci əsrə təsadüf edir və daha sonra Bars türkləri ilə mələzləşən, qarışan Aryan boyu bundan sonra Türk boy adı ilə Bars kimi xatırlanır. Bu Bars Perslər demək mələz bir xalq idi. Yəni Türk ilə Aryan kültürünü iç-içə yaşayırdı. Və bunların bəyi daha sonra Asyaka xoş gəlmək üçün nə edir? Türk inancını yaşadır. Və bu səbəbdən də ona verilən titul Kampis idi, Kambaşı idi. Kambaşı. Və o öz oğluna Qor adını verir. Yəni ki, eyni ilə Türk inancında olan Qor kültürünü yaşadacaq biri olduğunu göstərir. Ortada qalan yeganə sual bu idi ki, Astyakın, Üst ağanın oğlu var idimi? Bəzi mənbələrə görə bəli oğlu var idi. O oğlu hara getdi? Əcəli ilə mi öldü? Yoxsa Kampis onun tərəfdarları tərəfindən mi öldürüldü? Və bundan sonra artıq Astyak öz hakimiyyətini qızının nəvəsinə verməyə məcbur oldu. Artıq çünki başqa varisi yox idi. Və Astyak da elə bu formada vəfat etdi. Lakin həmin o Qor, Kir, Böyük Kir kimi tarixdə xatırlanacaq. Hakimiyyətə gəldikdən sonra indiyə qədər Astyak zamanında Mad Türk kültürünə davam etdirəcək bir nümayəndə kimi özünü göstərməsinə baxmayaraq artıq Fars kültürünü Türk kültürünün üzərinə inşa etməyə çalışdı. Və elə bu səbəbdən də Astyak şahın nəslindən olan, soyundan olan bir şəxs üsyan qaldırdı, hakimiyyətə gəldi. Və bu şəxsə Qamata deyilir və Qamata da artıq göründüyü kimi Kam və ata sözündəndir. Yenə bir tituldur. Bir rəhbər, Maatada olduğu kimi qurtarıcı sifətidir. Hər hansısa bir şəxs adı deyil. Lakin 7 aylıq dövrdən sonra Qamata öldürülür və bunun üzərinə yenidən Əhəməninin, yəni həmin Kampis ilə Qorun sülaləsi olan Fars Mələz boyunun soyundan olan Əhəmənilərin növbəti qolundan olan Dara hakimiyyətə gəlir. Və artıq bu Dara zamanında bizim bildiyimiz bütün saxtalaşdırmalar baş verdi. Türk kültürü, Mada Türk inancı, kültürü tamamilə məhv edilməyə çalışıldı və bu Dara'nın yaratdığı Əhəməni sülaləsi də Böyük İskəndərin bu əraziləri eramızdan əvvəl 330-cu illər ətrafında işğalına qədər davam etdi. Və indi buna ən gözəl nümunə nədir? Fikir verin. Demək ki, burada Farslar öz kültürünü Türk kültürü üzərinə inşa etmək istəməyinin ən gözəl bariz nümunəsi budur. Türklərdə tanrı məngü olan bir ifadə var. Artıq məngü sözünün dilimizdə olan min, çoxluq mənasına gələn söz kökü ilə eyni olduğunu, burada n-nın nıqlaşması ilə məngü türk dilində əbədi sonsuz mənasına gəldiyini görürük. Fikir verin. Türklər tanrı məngü dedikdə əbədi, sonsuz tanrı deməkdir. Burada tanrı məngüdə t səsi götürərək Farslar Angra Manius sözünü şər tanrısına çevirdi. Fikir verirsinizmi? Demək ki, Farslar Mada kültürünü məhv edir və onun tanrı məngüsünü, yəni əbədi tanrısını özlərinin şər qüvvəsinə çevirir. Və bunun üzərinə yazılan, saxtalaşdırılan Avestada türklər şər qüvvəsi, onun tanrısı tanrı məngü artıq Angra Məngü olaraq demək şər qüvvəsinə çevrilir. Və indi biz Dədə Qorqudda iç və dış Oğuzun savaşını daha sonra Kiaksar şah zamanında Kiaksar və Mad boyları ilə Sak boyları arasında olan savaş kimi, daha sonra Sakların məğlub olmasından sonra
Mad boyları ilə Bars boyları arasında olan savaş və bunun davamı kimi Şahnaməni yazan Firdovsinin İran-Turan savaşı kimi yazdığını görürük. Yəni dolayısıyla bax, həmin farsların türkə qarşı olan həmin o nifrəti, bəlli olmayan nifrəti demək Tanrı məngünü anqramangiyaya çevirərək gələn bir kültürdür, inancdır və madlara qələbə qazanan birinci Dara bu səbəbdən sevinclə Bistun yazıtlarında yazaraq göstərirdi ki, baxın, mən artıq qələbə qazandım. Artıq mad kültürü üzərində Pars mələz kültürünü inşa edəcəm. Geriyə qalan növbəti yeganə sual mənə elə gəlir ki, burada Kirə kömək edən Astiaqın baş sərkərdəsi olan Harpaqın adıdır. Harpaq nə deməkdir? Dilçilər edir ki, har sözü demək Hind-Avropa dillərində tutmaq, qapmaq mənasına gəlir. Har sözü ümumiyyətlə qeyd edim ki, ilk dildə ik və irq birləşməsindən formalaşan sözdür. Qırmaq, axar söz kökü ilə eynidir və bu sözdən bir çox dildə sözlər yaranmışdı. Lakin buradakı har sözü bununla bağlı deyil və Harpaqın sonundakı pak hissəsini dilçilər bilinməyən bir fonetik əlavə olduğunu qeyd edir. Lakin biz Harpaq sözünü anlamaq üçün Kürşad adına baxmalıyıq. Kürşad adı Göytürk döneminde olan bir şahzadənin adıdır. Lakin bu şəxs adı deyil. Yenə bu bir tituldur. Kür sözü Türk dilində igid, cəsur mənasına gəlir. Kür sözündən dilimizdə qırmaq sözü var. Həmçinin kür sözü var. Məsəl üçün nadinc, dəcəl, pəsapa sığmayan bir nə deyirik? Kür. Kür sözü həmçinin qəhrəman mənasına gəlir. Şad isə artıq qeyd etdiyim ki, üst sözündəndir və mənbələrcə bəllidir ki, türk sözüdür və şahzadə mənasına gəlir. Demək ki, Kürşad nədir? Hərbi, güclü rəhbər, qəhrəman deməkdir. Eminən Harpaq əslində demək buradakı Kürşad sözündə olan kür sözü və sonundakı pak hissəsi isə bizim bildiyimiz bəy sözündən başqası deyil. Yəni Harpaq və ya Kürşad demək qəhrəman rəhbər deməkdir. Görünür ki, sərkərdə titulu olaraq verilmiş bir ad olmuşdur. Və 2-ci Kir 530-cu ildə Massagetlərin üstünə hücum edir. 2-ci Kir Tomris tərəfindən məğlubiyyətə uğrayır. Bundan sonra oğlu 2-ci Kampis hakimiyyətə gəlir və 2-ci Kampisi artıq qeyd etdiyim kimi Misirdən geri qayıdır. Çünki eşidir ki, Qamat adlı biri üsyan qaldırıb hakimiyyəti ələ alıb. Yolda gələndə bilinməyən səbəblərdən Misir səfərindən geri qayıdarkən ölür və hakimiyyəti Qamata ələ alır. Artıq qeyd etdiyim ki, bəzi mənbələrcə həmin Qamata demək Astiaq şahın nəslindən idi. Daha sonra onu yıxaraq Dara hakimiyyətə gəlmişdi və demək ki, müəyyənləşdirdik ki, Parslar Astiaq şah dövründə mələz bir xalq idi və bu mələz xalqın Türkə yaxın olan bəyi madlara xoş gəlmək üçün özlərinə Kanbaşı demişdi və oğluna Qor kültüründən Qor demişdi. Lakin o daha sonra Fars kültürünü, Mada kültürünün üstünə inşa etmək istədikdə hakimiyyəti Qamata ələ alır. Lakin bizi Dara tərəfindən öldürülür və bizim bildiyimiz bütün Mada kültürü və bunun üzərinə sıfırlanmağa çalışılmışdı. Və bu yüzden də həmin dövr geniş formada yenidən araşdırılmalıdır, oxunmalıdır. Madanın paytaxtı Ökbatandır. Ökbatan Fars mənbələrində Hanqamat kimi gedir və Yunan mənbələrində isə Ökbatan kimi gedir. Buradakı ök sözünü artıq qeyd etdiyim kimi Tanrı mənasına gələn ök sözüdür. Batan sözü isə şəhər mənasına gələn söz olmuşdur. Biz bir çox toponimdə batan sözünü görürük. Lakin bu batan yerə batmağı ifadə edən söz deyil. Bu türk dilində olan xalq mənasına gələn bodun sözü, bütün sözü və bədən sözü ilə eyni kök olan sözdür. Hansı ki, güya ki, ərəb dilinə aid edilən vətən sözü ilə də eyni kökdür. Dolayısıyla Ökbatan, yəni imanlı xalq və ya imanlı şəhər demək olmuşdur. Mənə gəlir ki, yetərincə danışdıq. Bu yüzden də artıq mövzunu bitirirəm. Çox sağ olun Rəşad bəy. Bir daha təşəkkür edirəm ki, canlı yayınımıza gəldiniz. Bu gözəl bilgiləri bizə verdiniz. İndi Axşamınız xeyir. axşamınız xeyir. Bəy, mənim sizə idi sualım. Bu Əfrasiyab adı ilə bağlı idi. Bu Atropatenanın qış paytaxtının adı bildiyimiz kimi Fraspa deyirlər də. Bu Fraspa ilə bu Əfrasiyab adından
bir əlaqəsi ola bilərmi, onu soruşmaq istəyirdim. Əvrasib adını, düşünülür ki, Əvrasib adı Alpartonqanın fars dilində təhrif olunmuş formasıdır. Əslində isə Avrasib adı Bars sözündən olub, Bars sözünün fonetik dəyişimi kimi Firdovsi zamanında Əvrasib sözünə çevrilmişdi. Xatırladım ki, Alpartonqadakı tonqa sözü də yenə əski türk dilində bəbir, şir, aslan mənasına gəlir. Sualı yerində verdim. Bizə bir şey deyim qısaca. Demək, Alpartonqadakı tonqa sözü pələng deməkdir türk dilində və biz baxırıq ki, demək, Çatal Höyükdə insanlar rəsm olunubdur. Həmin rəsmlərdə onlar pələng kürkü geyinib və eyni ilə biz daha sonra Heraklın pələng kürkü geyinərək rəsm olunduğunu görürük. Alpartonqanın pələng kürkü geyinərək təmsil olunduğunu görürük. Biz Asur yazılarına baxdıqda onların əsir aldığı boyların hamısının pələng kürkü geyinərək göstərildiyini görürük. Həmçinin Akkad kralı Naramsinin rəsmində o qələbə qazandığı ən böyük əsrin yenə pələng kürkü geyindiyini görürük. Yəni bütün bu pələng kürkü geyinənlər həmin o Alp türklərini, Alper tonqa kültürünü davam edən türk boylarını ifadə edən bir kültürdür. Alp sözü cəsur mənasına gəlir. Ər bildiyimiz kimi ərdir. Alper, yəni igidlərin əri, rəhbəri mənasına gəlir. Tonqa isə pələngdir. Həmin o pələng isə türk dilində həmin zaman mənasına gələn dün time söz kökü ilə əlaqədardır. Həmin yırtıcı heyvan mənasına gələn kültürü ifadə edir. Yəni dolayısıyla türklər zaman və rəhbər mənasına gələn pirə kürk geyinərək özünü təmsil etmişdi. Yəni Alpartonqa daha sonra Fars boğazı ilə Şahnamədə Əfrasib kimi göstərilibdir. Həmin o dediyin şəhərin adı da Pir kökü ilə bağlıdır. Bərdə sözündə olduğu kimi. Tiaksar ki, Sak bəylərini götürüb zəhərləyir. Bəslində Alpartonqa görünür həmin o zəhərlənmədə zəhərlənir ölür və bunun üzərinə Sak dövləti, ittifaqı dağılır. Və bundan sonra Saklar yenidən pərən-pərən düşür, Subarlar pərən-pərən düşür. Yəni Barslar da yenə türk boyları da, Bars sözü özü də yenə söyləşin əvvəlində qeyd etdim. Demək bir türklər onu ittifaq yaradan rəhbərə pir deyir. Lakin pir sözünü hələ yaza bilmədiyindən o pir sözünə uyğun olan ya boğaz ya börü damğası vururdu bayrağına. Belə bu səbəbdən də daha sonra fərqli qarşımıza pirlər, barslar və börülər çıxır. Və eyni ilə həmin o kültürü biz harda görürük, yenə deyirəm, Alpartonqa, Herakl və digər Asurların qələbə qazandığı adamlarda və Naramsinin qələbə qazandığı adamın bəbir kürkü geyinən adam formasında, pələng kürkü geyinən adam formasında göstərilir ki, bu da demək ən azı bir 2-3 minillik bir kültürdür ki, türklər demək, o biz deyirik, məsəl üçün pirlər post geyinir, dəri post geyinir. Amma həmin dəri post geyinmə Çatal Höyükdən üzü günümüzə gələn bir kültürdür. Rəşad bəy, çox sağ olun. Siz də çox sağ olun sualınıza görə.